Salam. Bugün sizə çox maraqlı bir mətin gətirmişik. Mir Musa Haşimi adlı bir müəllifin İran Azərbaycanındakı milli hərəkat haqqında yazdığı çox kəskin və iddialı bir essesini təhlil edəcəyik. Bəli, bu sadəcə tarixi bir icmal deyil. Heç də yox. Bu, müstəqilliyi yeganə çıxış yolu kimi görən odlu bir çağırışdır. Gəlin birlikdə görək, müəllifin əsas arqumentləri nədir və o, bu nəticəyə necə gəlib çıxır? Mütləq və başlamazdan əvvəl qeyd edək ki, bu mətnini oxuyanda ilk diqqəti çəkən onun, necə deyim, emosional tonudur. Elədir. Yəni, bu, kənarda duran bir alimin yazdığı soyuq analiz deyil. Bu, birbaşa mübarizənin içindən gələn, bəzən qəzəbli, bəzən ümidli, amma hər zaman qətiyyətli bir səsdir. Bizim də işimiz bu səsin arxasındakı məntiqi, yəni tarixi və siyasi dəlilləri anlamaqdır. Tamamilə doğrudur. Elə isə gəlin başlayaq. Müəllif yazısına çox güclü bir bəyanatla başlayır. Bəli, istiqlal bir millətin var olması deməkdir. Məhz bu cümlə ilə bütün müzakirənin, yəni tonunu müəyyən edir. Və dərhal bizi tarixə aparır. Özdə şirinindən çox acısı olan bir tarixə. Xüsusilə iki müqaviləni vurğuluyur. Gülüstan və Türkmənçay, 1813 və 1828. Bəli, bütün faciənin başlanğıcı kimi təqdim edir. Tamamilə. Və onun bu hadisələri təqdim etmə tərzi çox vacibdir. O, bu bölünməni sadəcə bir torpaq itkisi kimi yox, unudulmaz milli faciə kimi səciyyələndirir və burada çox maraqlı bir iddia irəli sürür. Hansı iddia? Deyir ki, Çar Rusiyasına qarşı Əbbas Mirzənin rəhbərliyi altında döyüşən, əslində yalnız Azərbaycan türkləri, yəni Qarapapaq döyüşçüləri idi. Deməli, İranın digər xalqları demək olar ki, iştirak etməyib. Müəllifin iddiası budur. Buna görə də o, bu müharibənin İran-Rusiya savaşı adlandırılmasını tarixi təhrif sayır. Başa düşdüm. Yəni, demək istəyir ki, bu bizim müharibəmiz idi, bizim faciəmiz idi. Məhz elə, bu bütün hekayəyə fərqli bir prizmadan baxmaqdır. Bundan sonra isə müəllif sanki bir uğursuzluqlar zəncirini sadalayır. Bəli, məşrutə hərəkatı, Səttarxan və Bağırxanın Təbrizdən Tehrana məşhur yürüşü, sonra Şeyx Muhammed Xiyabani qiyamı və nəhayət Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökuməti. Amma bu siyahının sonunda o çox vacib bir şeydir. Nədir o? Təkcə başqalarını günahlandırmır. O, bu hissəni tənqidi bir özünü təhlillə bitirir. Hə, özümüzdə də səhv axtarır. Bəli, Tehranı və xarici qüvvələri ittiham edir, amma eyni zamanda daxili səbəbləri də göstərir. Deyir ki, bizim düşünülmüş vahid bir milli mübarizə proqramımız yox idi. Və xalqın bütün təbəqələri bu mübarizədə birləşə bilməmişdi. Düzdür, bu onun arqumentinə bir dərinlik qatır. Çünki o, problemin təkcə xaricdə deyil, həm də daxildə olduğunu etiraf edir. Yaxşı, aydındır ki, müəllifin gözündə tarix uğursuzluqlarla doludur və bu, bizi birbaşa bugünkü ən böyük müzakirəyə gətirir. Federalizm. Bəli, əgər keçmişdəki cəhdlər işə yaramayıbsa, bəlkə müasir bir model cavab ola bilər. Amma müəllif deyir ki, heç də yox. Əslində, o bu ideyanı daha bir tələ kimi görür. Məhz elə, onun federalizmə qarşı mövqeyi çox kəskindir. O, bunu sadəcə pis bir idarə etmə forması kimi görmür. Necə görür bəs? O, müasir federalizm təşəbbüsünü İranı qorumaq və özlərinə sərf edən rejimləri hakimiyyətə gətirmək üçün növbəti bir imperialist planı adlandırır. Hətta bunu 1978-ci il İslam inqilabı ilə müqayisə edir. Bəli, deyir ki, o vaxtda Azərbaycanlılar inqilabın önündə gedirdilər, amma sonda aldadıldılar. Onun üçün federalizm eyni aldanışın fərqli bir adıdır. Hətta daha da irəli gedərək deyir ki, mövcud İran konstitusiyasının özündəki bəzi maddələr, 15-ci 19-cu maddələr. Bəli, 48-ci maddə də var, deyir ki, elə bunlar icra olunsaydı, onsuz da federalizmin vəd etdiyi bir çox hüquq əldə edilərdi. Amma deyir ki, 40 ildir bu maddələr kağız üzərindədir və nəticədə göz qabağındadır. Müharibələrdə on minlərlə itki, iqtisadi səfalət, Mədəni assimilyasiya və Urmu gölü kimi ekoloji fəlakətlər. Və burada müəllif federalizmin niyə işləməyəcəyinə dair arqumentinin ürəyinə gəlir. Bəli, o sadəcə bəyənmirəm demir, 4 sual ilə onun təməlini sarsıdır. Və hər sual əslində eyni problemə işarə edir. Etimadsızlıq. Dəqiq.
o soruşur, ortaq dilə, ortaq təhlükəsizliyə, ortaq gələcəyə həqiqətən etibar edə bilərikmi? Cavabı da qətidir, yox. Gəlin bu suallara biraz daha yaxından baxaq. Birincisi, dil məsələsidir. Bəli, soruşur ki, federal İranda mərkəzi dövlətin rəsmi dili hansı olacaq? Və özü də cavab verir ki, əhalinin əksəriyyətini təşkil edən türklər fars dilinin dominantlığını bir daha qəbul etməyəcəklər. Bu, başlanğıc üçün çox fundamental bir problemdir. İkinci sual isə bəlkə də ən güclüsüdür. Əlbəttə, o çox kəskin bir reallığı ortaya qoyur. Deyir ki, şimalda tam müstəqil Azərbaycan Respublikası var ikən, Cənubda ondan daha çox əhaliyə malik olan Güney Azərbaycanlılar niyə federalizm boyunduruğu altına girməyə razı olsunlar? Vau! Bu sual həqiqətən də məsələnin kökünə gedir. Yəni, müstəqilliyin mümkün olduğu bir nümunə gözümüzün qabağında ikən, niyə daha azı ilə razılaşaq? Bu argumenti çürütmək çox çətindir. Üçüncü sual isə təhlükəsizliklə bağlıdır, elə deyilmi? Bəli, üçüncü sual tamamilə etimadsızlıq üzərində qurulub. Soruşur, əgər Azərbaycan torpaqlarına bir təcavüz olarsa, Tehran hökumətinin ordusu gəlib bizi vaxtında qoruyacaqmı? və bu sualı havada buraxmır, dərhal tarixi xatırladır. Urmu və Salmasda keçmişdə baş verən qətliamları yada salır. Yəni, demək istəyir ki, tarix bizə mərkəzi hökumətə güvənməməyi öyrədib. Dəqiq olaraq. Və nəhayət dördüncü sual. Bütün bunların məntəqi nəticəsi. Bəli. Əgər Azərbaycanlılar öz müqəddəratını təyin etmək istəsələr, yəni bu federasiyadan ayrılmaq qərarına gəlsələr, Mərkəzi hökumətin reaksiyası nə olacaq? bu əslində üstörtülü şəkildə bizə qarşı güc tətbiq ediləcəkmi sualıdır. Və bu dörd sual birlikdə müəllifin mövqeyini çox aydın şəkildə ortaya qoyur. Onun üçün federalizm qeyri-mümkündür. Bu nəzəri müzakirələri daha da canlandırmaq üçün müəllif çox güclü bir vasitəyə əl atır. Şəxsi bir xatirəyə. Bəli, 2005-ci ildə Londonda İrandakı qeyri-fars millətlərin nümayəndələrinin iştirak etdiyi bir konfransdan danışır. Bu hekayə bütün bu nəzəriyyələrin praktikada necə göründüyünü çılpaqlığı ilə ortaya qoyur. Hətta demək olar ki, bu mətnin ən təsirli hissəsidir. Razıyam, çünki burada problem təkcə Tehranla deyil, müxalifətin öz daxilindəki dərin fikir ayrılıqları ilə üzə çıxır. Bəli, müəllif federalizmə qarşı çıxış edir və dərhal reaksiyalar gəlir. Kürd nümayəndə ona deyir ki, Türkiyəni bu məsələyə qatma. Baluç nümayəndə isə deyir ki, sizin vəziyyətiniz yaxşıdır, Tehran bazarı sizin əlinizdədir, hökumətdə adamlarınız var. Yəni, bir-birinin dərdini anlamaq əvəzinə hər kəs öz mövqeyindən danışır. Müəllif təbii ki, bu səthi yanaşmaya etiraz edir və deyir ki, reallıq ağır və dözülməzdir. Amma ən şok edici an hələ qabaqdadır. Bəli, başqa bir Azərbaycanlıdan gəlir, başqa bir Azərbaycan təşkilatının nümayəndəsi söz alır. Və nə deyir? Deyir ki, o İranın bütövlüyünü qorumaq üçün təziyyəçilərə qarşı, yəni müstəqillik tərəfdarı olanlara, müəllifin özü kimi insanlara qarşı silah götürəcək. Bir dəqiqə, bu inanılmazdır. Yəni, o öz soydaşlarına qarşı vuruşacağını deyir. Bəli. Bu, müəllifin daxili parçalanma haqqında dediklərini nəzəriyyədən çıxarıb, canlı, real və ağrılı bir problemə çevirir. Müəllifin cavabı da çox sərt və birbaşa olur. Təsəvvür edirəm. Deyir, hələ əlinizdə silah yoxdur, burada belə qeyri-demokratik danışırsınız, hakimiyyətə gəlsəniz nə edərsiniz? Bax, elə buna görə biz federalizmə inanmırıq. Çox güclü bir andır. Əslində deyir ki, problem nəzəriyyədə deyil, praktikadadır. Elədir. Əgər müxalifətdə belə bir-birinizi dinləmək istəmirsinizsə, hakimiyyətdə olanda necə ədalətli bir federasiya quracaqsınız? Sonra da o məşhur atalar sözünü işlədir. Hamını bəzər, özü lüt gəzər. Bu, bəzi Azərbaycanlıların öz xalqının haqlarından daha çox İranın bütövlüyü üçün narahat olmasına bir işarədir. Bu London hekayəsi bütün argumentin mikromodelidir. Elədir. Bəs federalizm bir tələdirsə və hətta müxalifət belə parçalanıbsa, o zaman müəllif çıxış yolunu nədə görür? Bu nöqtədə bir ümidsizlik hiss etmək olardı. Amma o, tam əksinə, daha da qətiyyətli bir tona keçir. Necə? Onun gəldiyi nəticə budur ki, rejimin bütün zülmünə və daxili çətinliklərə baxmayaraq, Azərbaycanlı milli hərəkatı elmi və fəlsəfi prinsiplər əsasında güclənir. Onun ifadəsilə desək, xalq artıq oyanmışdır. Bəli,
O, bu anı tarixi bir fürsət kimi görür və məsuliyyətin millətin taleyini həll etmək olduğunu deyir. Və yenə də şimaldakı Azərbaycan Respublikası məsələsinə qayıdır. Çox maraqlı bir ritorik sual verir. Hansı sual idi o? Əgər şimalda müstəqil bir dövlət olmasaydı, BMT-də bayrağı dalğalanmasaydı, dünya birliyi Güney Azərbaycanlıları bir millət kimi tanıyacaqdımı? Bu şimaldakı dövlətin sadəcə bir qonşu yox, həm də bir kimlik və legitimlik mənbəyi olduğunu göstərir. Mətnin sonuna doğru onun arqumentləri daha çox fəlsəfi və mənəvi bir xarakter alır. Bəli, siyasətdən insan taleyinə keçir. Deyir ki, insan dünyaya bir dəfə gəlir və ləyaqətlə yaşamaq onun haqqıdır. Soruşur ki, faallar nə vaxta qədər zindanlarda qalacaq, sürgündə yaşayacaq? Bu yolla o, mübarizəyə sadəcə siyasi deyil, həm də mənəvi bir haqq qazandırır. Və son hissə əslində birbaşa fəaliyyətə çağırışdır, iki çox güclü sitat gətirir. Biri ərəb atalar sözüdür. Tarix keçmişin təcrübəsi deməkdir. Təcrübə bir daha təkrar olursa, ona xəyanət deyilir. Mesaj çox aydındır. Eyni səhvləri, eyni uğursuz cəhdləri təkrarlamaq olmaz. Düşmənlərin sizi əzmək üçün istifadə etdiyi texniki vasitələrə sahib olduğunuz gün intiqamınızı ala bilərsiniz. Bu De Gaulle sitatı çox maraqlıdır. Bəli, çünki o, mübarizəni sadəcə bir iradə məsələsi kimi deyil, həm də bir texnologiya və hazırlıq məsələsi kimi təqdim edir. Yəni, söhbət təkcə haqlı olmaqdan getmir, həm də güclü olmaqdan gedir. Düzdür. Müasir dünyada bu, iqtisadi texnoloji və informasiya gücü deməkdir. Müəllif yazısını Güney Azərbaycanın coğrafi və iqtisadi əhəmiyyətini vurğulayaraq yekunlaşdırır. Onu zəngin, bərəkətli, Qərbə, Orta Asiyaya və Yaxın Şərqə açılan bir pəncərə adlandırır. Və qəbul edir ki, məhz buna görə İran ondan heç vaxt könüllü əl çəkməyəcək. Amma sonra Almaniyanın birləşməsini nümunə göstərərək deyir ki, artıq dövr dəyişib, müstəmləkəçilik dövrü bitir. Və nəticə? Müstəqillik onların ən doğal haqqıdır. Amma o, romantik deyil. Son cüllələrində reallığı tam çılpaqlığı ilə ortaya qoyur. Nə deyir? Deyir, bu müqəddəs yolda tək tənhayıq. Yükün ağır olduğunu, xarici dəstəyin məhdud olduğunu etiraf edir. Buna görə də ilk addımlar daxilə yönəlməlidir. Bəli, cəmiyyətdə milli özünü dərk etmə prosesini gücləndirmək və xalqa özünə inamı qaytarmaq. O, ən böyük düşməni qorxaqlıq elan edir. Və son sözü bir inam bəyanatıdır. Bəli, deyir ki, əgər Azərbaycanın qeyrətli övladları birləşə bilsələr, ən qatı düşmənlərini belə diz çöktürə bilərlər. Bu, əslində bütün yazının əsas ideyasını cəmləşdirir. Tamamilə. Əsas problem xarici düşmənlərdən daha çox daxili birlik və qətiyyət məsələsidir. Beləliklə, bütün bunların sizin üçün mənası nədir? Biz sizinlə birlikdə bir müəllifin tarixi şikayətlərə, federalizmə dərin bir şübhəyə və milli özünüdərk arzusuna əsaslanan Güney Azərbaycanın müstəqilliyi üçün alovlu bir manifestini təhlil etdik. Və bu mətin bizi üzərində düşünmək üçün çox təhrik edici bir sualla baş-başa buraxır. Hansı sualla? Əgər müəllifin iddia etdiyi kimi, keçmişdəki bütün muxtariyyət cəhdləri, həm xarici təzyiqlər, həm də daxili parçalanma üzündən uğursuz olubsa və əgər onun Londonda yaşadığı təcrübə, bu parçalanmanın bugün müxalifətin içində belə nə qədər dərin olduğunu göstərirsə, bəli, o zaman bu tarixi parçalanmanı aradan qaldırmaq üçün bugün hansı konkret addımlar atılmalıdır? Müəllifin dediyi o birləşmək real həyatda necə baş tuta bilər? Bu, həqiqətən də üzərində düşünməyə dəyər çox vacib bir sualdır. Bu təhlildə bizə qoşulduğunuz üçün təşəkkür edirik.